Meyvə və tərəvəzləri soyuducuya qoymazdan əvvəl yumaq lazımdır. Əslində isə soyuducuda yerləşdirməzdən əvvəl yumaq tövsiyə edilmir. İstehlakdan əvvəl isə mütləq yuyulmalıdır. Bir çox insan meyvə və tərəvəzləri soyuducuya yerləşdirməzdən əvvəl yumağın daha gigiyenik olduğunu düşünür. Lakin elmi araşdırmalar göstərir ki, məhsulların saxlanmadan əvvəl yuyulması səthdə nəmliyin qalmasına səbəb olur. Bu da mikroorqanizmlərin çoxalmasını sürətləndirərək daha tez xarab olma və çürümə riskini artırır. Ona görə də meyvə və tərəvəzlər saxlanmazdan əvvəl yox, yalnız istehlakdan dərhal əvvəl axarsu altında yuyulmalıdır. Meyvə və tərəvəzlərin yuyulması torpaq pestisid qalıqları, bakteriyalar, mexaniki çirk kimi riskləri azaldır. Bəs doğru saxlanma üsulu necədir deyirsinizsə, tövsiyə olunur ki, çirkli məhsullar yalnız quru parça və fırça ilə təmizlənə bilər. Meyvə və tərəvəzlər ayrı saxlanılmalıdır, çünki bəzi meyvələr etilen qazı ifraz edərək digər məhsulları tez yetişməsinə və xarab olmasına səbəb olur. Kök tərəvəzlərin yarpaq hissəsi kəsilərək saxlanılması su itkisini azaldır. Yaşıl yarpaqlı tərəvəz məhsulları nəfəs alan qablaşdırmada və ya kağız dəsmalla qurudulmuş şəkildə saxlanılmalıdır. Gilə meyvələr və üzüm isə yalnız qurudulduqdan sonra soyuducuya yerləşdirilməlidir. Banan, pomidor, kivi, qovun, balqabaq otaq temperaturunda daha yaxşı yetişir və dad xüsusiyyətlərini qoruyur. Kartof və soğan isə sərin, quru və qaranlıq mühitdə saxlanılmalıdır. Soyuducuda yerləşdirildikdə nişasta şəkərə çevrilir.